Bismillahirrahmanirrahim. Müsəlman dünyasında ən böyük bayramlardan biri Qədirxum bayramıdır. Hətta Əhl-i Beyt imamları, Allahın salamı olsun onlara, onların buyurduğuna əsasən bütün bayramların ən üstünü, ən şərafətlisi Qədirxum bayramı hesab olunur. Nədir Qədirxum bayramı? Peyğəmbərimiz Zilhiccə ayının 18-də son həccindən, vida həccindən qayıdarkən Qədirxum adlanan yerdə Allah tərəfindən ayə nazil olur və ona əmr olunur ki, Həzrəti Əli əleyhissalamı bütün müsəlmanlara rəhbər təyin etsin və Peyğəmbərimiz xutbə oxuyur və həmin yerdə özündən sonra müsəlmanlara rəhbər olan şəxsini Həzrəti Əli əleyhissalamı olduğunu elan edir və həmin yer Qədirxum yer adlandırdığına görə, adı olduğuna görə həmin günə Qədirxum günü deyilir. Bəli, həmin gün fəzilətli gündür. Hətta İmam Rıza əleyhissalamdan hədis vardır ki, İmam buyurur ki, qiyamət günündə 4 günü bəziyib gətirərlər və həmin o 4 gün biri Əzha, Qurban bayramıdır, 2 Fitr bayramıdır, 3 Cümə günüdür və 4 Qədirxum bayramı günləridir. Qiyamət günü bu 4 günü bəziyib Allahın ərşinə gətirəcəklər. Onların arasında da, bu 4-ün arasında da Qədirxum bayramı digər günlərə nisbətdə gözəllikdə ulduzlar arasında aya bənzəyəcəkdir. Və o cümlədən də İmam Sadiq əleyhissalam Qədirxum bayramı haqqında ondan soruşulanda ki, müsəlmanların Fitr və Qurban bayramından başqa bir bayramı varmı? İmam buyurur, bəli, bu iki bayramdan daha əzəmətli və şərafətli bir bayram vardır. O, Peyğəmbərimizin Həzrət Əlinin ümmətə rəhbər təyin etdiyi gündür. Başqa bir hədisdə o günün Zilhiccə ayının 18-i olduğu vurğulanmışdır. Bəli, bu barədə elmi bəhslərimiz olub. Qur'an-ı Kərimin ayələri də həmin gün nazil olmuşdur. Maidə surəsinin 68 və 3-cü ayələri Allah Taala həmin günü Peyğəmbərimizə əmr eləyib, Allahdan sənə nazil olan çatdır. O cümlədən də buyurub ki, həmin gün sizin dininizi kamilləşdirdim və nemətlərimi sizə tamamladım. İslam dinini bizə həmin gün din olaraq razı qalmağını bildirmişdir. Bu ayələr də həmin gündə nazil olmuşdur ki, istəyənlər o barədə digər bəhslərimizə müraciət eləyə bilərlər. Qədirxum günün fəziləti və şərafəti o qədərdir ki, Əhl-i Beyt imamlarımız o günə çox diqqət ayırıblar. Həmin gün Eydül Əkbər böyük bayram adlanmışdır. Həmin gün çoxlu savab, müstəhəbbə əməllər vardır. İnşallah həmin əməlləri etmək yadınızdan çıxmasın. Onu digər bir bəhsimizdə diqqətlə inşallah izləyin və onlara əməl etməyə çalışın. Qədirxum gününün əməlləri. Qədirxum gününün əməlləri çoxdur. Onların bir neçəsini diqqətinizə çatdırırıq. 1. Oruç tutmaq. Bacardığınız qədər həmin gün oruc olun. İmam Sadiq əleyhissalam həmin gün oruç tutmaq barəsində belə buyurur ki, Qədirxum günü oruç tutmağı 60 ayın orucuna bərabərdir. Digər bir hədisdə vardır ki, Qədirxum günündə oruç tutmaq 60 ilin kəffarəsidir. Günahların kəffarəsi, cəriməsi vardır. Həmin gün oruç tutmaq 60 il kəffarə hesab olunur. 2. Həmin gün qusl etmək müstəhəbdir. Qədirxum gününün quslunu verirəm, qurbətən ilallah. Savabdır, müstəhəbdir, vacib deyil. 3. Möminlərə ehsan vermək, xeyriyyəçiliklə məşğul olmaq. İmam Sadiq əleyhissalam buyurub ki, bugün ibadət günüdür, bugün din qardaşlarına taam, yemək vermək və ehsan etmək günüdür. Ondan böyük bayram yoxumuzdur. Çalışın həmin gün əl-açıq olun, möminlərə süfrə açın, xüsusilə kasıbları unutmayın və onlara ehsan eləyin. İmam Rıza əleyhissalam özü bu barədə hətta ailə barəsində belə buyurub ki, kim bu gündə öz ailəsinə belə, yəni ailəni də unutmayın, İmam buyurur ki, kim bu gündə öz ailəsinə və mömin qardaşlarına bol yemək, taam verərsə və pay verərsə, Allah onun ruzusunu artırar. Kim istəyir ruzusu artsın, Həzrət Əlinin Qədirxum bayramı günü bacardığı qədər ehsan verib kasıblara paylasın. 4. Bu gündə İmam Əmir əl-Möminin Əli əleyhissalamı ziyarət etmək. Kim bacarır, Nəcəfdə imamın qəbrini ziyarətinə getsin və həmin gün orada Allaha dua etsin, Allahdan bağışlanmaq istəsin. Amma kim həmin gün gedməsə, uzaqdan da ziyarət edə bilər. Amma maraqlı budur. Kim Həzrət əleyhissalama həmin gün ziyarət etsə, İmam Rıza əleyhissalam onun barəsində belə buyurur ki, hər kəs Həzrət əleyhissalamı pak qəlbi ilə ziyarət etsə, bu gün də Allah çoxlu müsəlman kişi və qadınların günahlarını bağışlayar. Amma baxın imam nə deyir?
Allah Taala Ramazan ayında, Qədr gecəsində, Fitr bayramı gecəsində cəhənnəmdən azad etdiyi insanların sayının 2 misli qədər, 2 mislində bu gün də cəhənnəm odundan azad eləyir. Görün nə qədər böyük bayramdır ki, Ramazan belə, Qədr gecəsi, Fitr bayramında cəhənnəm əzabından nə qədər Allah insanları azad etmişdir. Onların 2 misli qədər də Qədrxumda Həzrət Əlini ziyarət etsən, o qədər Allah Taala həmin gün cəhənnəm əzabından insanları azad eləyir və insanların günahlarını bağışlayır. Kim uzaqda olsa ziyarətnamə oxusun. Bircə Əssəlamu əleykə ya əmirəl müminin əleyhissalam bu salamı verməklə kifayətlənə bilər. Ən yaxşı ziyarətnamələrdən biri Məfatihül Cinan kitabında Əminallah ziyarətidir ki, onu inşallah oxumağı unutmayın. 5. İmam Rza Əleyhissalam buyurub, həmin gün bir-birinizə təbrik deyin. Bir-birinizə rastlaşdıqda, gördükdə təbrik deyin. Təbrikin də forması ərəbcəsini deyirəm, Azərbaycanca da deyə bilərsiniz. Bir-birinizi gördükdə möminlər belə desinlər: Elhamdülillahillezî cealana minel mutamassikîne bi vilayeti emiril müminin vel aimmeti aleyhimussalam. Həmd sənə o Allaha məxsusdur ki, bizi Əmir əl-Möminin Əli əleyhissalamın və onun övladlarının vilayətində, imamətində qərar verdi. Şükürlər olsun ki, biz o imamların rəhbərliyini qəbul etmişik. Digər dualar da vardır ki, elə Azərbaycanca da bir-birinizə deyə bilərsiniz. 7. Həmin gün nüdbə duası müstəhəbdir, gün çıxandan sonra oxunsun. 8. Bir namaz vardır və bir dua vardır. Çox əzəmətlidir. İmam buyurur ki, kim həmin gün o 2 rəkat namazı qılarsa, onun savabı odur ki, sanki Qədrxumda, Peyğəmbərin hüzurunda o adamın özü Peyğəmbərin Həzrət Əlinin bu saatda öz canişini təyin etdiyi vaxtı sanki o Peyğəmbərin yanında ona beyət etmişdir. Beyət edənlərin ona savabı verilər. Kim bu əməli yerinə yetirərsə, Qədrxum günü Həzrəti Peyğəmbər salavatullahi aleyh və alihin yanında olub onunla beyət edən kişinin savabını əldə edər. Yaxşı olar ki, bu namazı əlbəttə zöhrə yaxın qılasınız. Çünki zöhrə yaxın Peyğəmbər Həzrət Əlinin rəhbərliyini elan edib onu təyin etmişdir. Namaz belədir. 2 rəkat namaz qılırıq. Qədrxum günü namazını qılıram. Qurbətən iləllah. 2 rəkat namazı hansı surəni istəyirsən oxuya bilərsən, qurtarandan sonra səcdəyə gedirsən, səcdədə Allaha 100 dəfə şükür edirsən. Məsələn, şükrən lillah demək kifayətdir. 100 dəfə bunu deyəndən sonra qalx, bir dua vardır Məfatihül Cinan kitabında, bazaranlar onu da oxusunlar, çox böyük bir savabı vardır. Axırıncı, 9-cu əməl, həmin gün müsəlman dünyasında qardaşlıq əhd peymanı bağlanır. Sadə avam cəmaatın dilinə desək, siğə qardaşlığı ki var deyirlər, amma əsl dinimizdə adı qardaşlıq peymanı, əhd peymanıdır. Həmin gün kim biri-birindən qardaş olmaq istəsə, həmin o əməllər ki var bilirsiniz, o əməlləri yerinə etsinlər. Bir neçə cümlə var, təkrar olunacaq və onunla da hər ikisi bir-birinə müsəlman qardaş, qadınlar da müsəlman bacı hesab olunacaq ki, bir-birinin boynunda müəyyən haqları tapacaqlar. Allah bizi Qədrxum gününün qədrini bilənlərdən qərar versin.